Günaydın hörmətli tamaşaçılar, xoş gəlmisiniz İqtisadi Foruma. Bu günləri ölkəmizin əsas makroiqtisadi göstəricilərini müzakirə edəcəyik. Söhbətə keçməzdən öncə mən həmişə kimi sizə qonaqlarımızı təqdim etmək istərdim. Məndən sağda Qubad müəllim İbadoğlu əyləşib, Qubad müəllim İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəridir. Qubad müəllimin sağında Kənan müəllim Aslanlı əyləşib, Kənan müəllim müstəqil ekspert və eyni zamanda İctimai Vəsaitlərin Monitorinq Mərkəzinin rəhbəridir. Məndən solda Qalib müəllim Abbaszadə əyləşib, Qalib müəllim Milli Büdcə Qrupunun koordinatorudur. Hörmətli qonaqlar, xoş gəlmisiniz. İqtisadi Foruma yenidən sizi burada görməyə çox şadıq. Bugünkü söhbətimiz makroiqtisadi göstəricilərə həsr olunacaq. Yəni, buradakı vəziyyət nədən ibarətdir? Makroiqtisadi vəziyyətimiz bizə nədən xəbər verir? Bu vəziyyəti nəzərə alaraq ölkəmiz üzrə iqtisadi siyasətin əsas istiqamətləri nədən ibarət olmalıdır? Bax, bu məsələlərə toxunacağıq. Göstəricilərin müzakirəsinə keçməzdən öncə Qalib müəllimdən xahiş edim. Qalib müəllim, mən bilirəm ki, Milli Büdcə Qrupunun bu sahədə müəyyən tədqiqatları var. Bu barədə istərdim ki, siz tamaşaçılarımıza bir balaca məlumat verəsiniz. Nə ilə əlaqəlidir belə tədqiqatların aparılması? Ümumiyyətlə, bu tədqiqatlar nədən ibarətdir? Bəlkə qısa da olsa nəticələr varmı, yoxsa hələ gözlənilir? Buyurun. Çox sağ olun. Deməli, bildiyiniz kimi Milli Büdcə Qrupu 2006-cı ildə təsis olunub, yaradılıb və o ildən bu vaxta qədər hər il hökumət dövlət büdcə rəyinə savayı olaraq, ondan başqa deməli, maliyyə ili müddətində bu rəylərdən başqa olaraq hər il keçən büdcəyə rəydən başqa olaraq, onlardan fərqli olaraq hər il ötən il haqqında araşdırmalar Milli Büdcə Qrupu ekspertləri keçirir, makroiqtisadi vəziyyətlə durumla bağlı. Və hal-hazırda mən bir kitab da getirmişəm, bu 2010-cu ilin analytical reviewsudur, deməli təhlilidir. Makroiqtisadiyyatın 2010-da olan, mövcud olan rəqəmlər əsasında, göstəricilər əsasında hər iki dildə təsis olunan, deməli dərc olunan nəşrdir. Və hər il olduğu kimi biz 2011-də makroiqtisadi göstəriciləri ilə bağlı biz araşdırmaları bu ildə deməli dərc etmək fikrindəyik. Əsasən də umumdaxil məhsulun, idxal və ixrac göstəricilərin təhlili, Azərbaycanda neft sektorun nə qədər iqtisadiyyata təsiri və iqtisadiyyatın nə qədər çox sahədən asılılığı, qeyri-neft sektorunun inkişafı, bu məsələlər araşdırılır və bu il üçün və gələn illər üçün təklif və tövsiyələr verilir. Adətən belə olunur və biz bu ssenaridən uzaqlaşmaq hələ fikrində deyilik. Qeyd etmək istərdim ki, keçən ilin makroiqtisadi göstəriciləri o qədər sevindirici deyil. Son 15 il müddətində ən balaca göstəricilərlə iqtisadi artım müşahidə olunub. Yalnız 0,1%. Daha çox ona neftin hasilatı azalmağı və qaz hasilatının azalmağına əlaqələndirirlər. Amma bir ayrı tərəfdən də qeyd etmək istərdim ki, onların hasilatı azalsa da iqtisadiyyatın həmin sahələrdən asılılığı daha da çox artır. Düşünürəm ki, bizim dəyərli ekspertlər daha ətraflı bu haqda danışıb toxuna bilərlər. Çox sağ olun, Qalib. Buyurun. Mən konkret suallara keçməzdən öncə, hörmətli tamaşaçılar, bu əsas makroiqtisadi göstəricilər haqqında məlumatları sizə xatırlatmaq istərdim. Qalib bəy dediyi kimi 2011-ci ildə doğrudan da ümumdaxili məhsulun artımında biz son illərdəki o artım səviyyələrini görmürük. Yəni cəmi 0,1% arta bilib ümumdaxili məhsul. Amma digər iqtisadi göstəriciləri biz nəzərdən keçirsək, makroiqtisadi göstəriciləri. Yəni misal üçün əsas kapitala investisiya, burada 27% artım olub. Əhalinin nominal gəlirləri 19,6%. Nominal orta aylıq əmək haqqı 8,3%. İstehlak qiymətləri indeksi də düzdür, hesab etmək olar ki, kifayət qədər yüksəkdir, amma da elə katastrofik də xarakter daşımır. 7
orta illik 7.9% olub. Amma yenə də əsas göstərici nəzərə alaraq ki, ümumi daxili məhsuldur və buradakı templərdə azalmanı mən istəyərdim ki, bir balaca müzakirə edək. Kənan bəy, bu barədə nələri qeyd edə bilərsiniz? Buyurun. Əslində bu gözlənilən bir azalma idi. Bəyək Qalib bəyin toxunduğu kimi, yəni iqtisadiyyatın bir xam mal üzərində, yəni xam neft üzərində qurulması Azərbaycan iqtisadiyyatın makroiqtisadi baxımdan kifayət qədər həssaslaşdırırdı. Onu da deyim ki, makroiqtisadiyyat deyəndə biz iqtisadiyyata ümumi yanaşmanı nəzərə tuturuq. Yəni, iqtisadiyyatımızı bütöv götürürük və bu anlayışı makroiqtisadiyyat adlandırırıq. Mən çalışacağım mümkün qədər bu məsələləri sadə dildə izah edim. Sözün açığı, bizi izləyənlərdən də bu cür fikirlər gəlir ki, bir qədər leksikonumuz deyəsə mürəkkəbdir, hər şey tam anlaşılmır. Ona görə mən özüm də çalışacağım üslubumu sadələşdirim və digər dostlarımız da yəqin ki, bunu belə edərlər. Təbii ki, bu proqnozlaşdırılırdı ki, yəni iqtisadiyyatın bir xam maddədən asılı olmağı risklidir və o xam maddənin ya hasilatında, ya onun dünya bazarındakı qiymətlərində azalma olarsa, təbii ki, ümumi iqtisadiyyatımızın böyümə templəri də azalacaq. Bu proqnozlaşdırılır. Yəni iqtisadiyyatın bir neçə xam məhsuldan asıllığı risklidir. Ümumiyyətlə risk də onunla əlaqəlidir ki, yəni bizdən asılı olmayan səbəblərdən, misal üçün dünyadakı bu xam mala qiymətdən asılı olmayan, ya deyək ki, tükənən sərvətdir bu. Geci tezi bitəcək. Yəni bu baxımdan risklidir. Risklidir. Ümumiyyətlə tək iqtisadiyyatda yox, həyatda da, yəni istənilən bir məsələdə bir şeydən, bir mənbədən asılılıq risklidir. Yəni bizdən asılı olmayan. Əlbəttə və istənilən halda bu ümumi bir qaydadır ki, gəlir mənbələrin geniş çeşidləndirmək riski azaldır. Bu gözlənilən idi və artıq son bir neçə ildə iqtisadiyyatımızın o böyümə templəri tədricən azalır. Son ildə isə bizim iqtisadiyyatımız cəmi 0,1% böyüdü və bu MDB ölkələri arasında, yəni keçmiş postsovet ölkələr arasında ən aşağı göstərici idi. Qalib bəy vurğuladığı kimi Azərbaycanın da son 15 illik tarixində yenə ən aşağı göstərici idi. Bu 0,1 təqribən 0-a yaxın bir rəqəmdir. Bu onu göstərir ki, iqtisadiyyatımızda real qiymətlərlə, real ümumi iqtisadiyyatımızda ciddi bir artım olmadı. Bunun qeyd edilən texniki səbəbi bəyək qeyd olunduğu kimi neft hasilatının təqribən 11% azalmasıdır. Amma bunun fundamental səbəbləri də var. Biz bilirik ki, üstlənilən iqtisadi fəaliyyət 3 komponentdən asılıdır. Əmək faktorundan, kapital faktorundan və texnoloji məhsuldarlıqdan. Məsələ ondadır ki, Qalib bəyin də təqdim etdiyi o bizim o araşdırmada da biz göstərirdik ki, Azərbaycanda iqtisadiyyatın böyüməsinə, iqtisadi artıma texnoloji məhsuldarlığın töhfəsi getdikcə azalır. Bunun üçün xüsusi hesablama qaydaları var və s. Mən bunların dərinliyinə getmək istəmirəm. Və bu artıq özün göstərir, özün doğruldur və nəinki biz bunu deyirik, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun son hesabatlarının hamısında Azərbaycan iqtisadiyyatında məhsuldarlıq probleminin olduğu vurğulanır. Yəni, burada da məhsuldarlığı problemli edən bir neçə faktor var. Və onların da öndə gələni insan kapital faktorudur. Hansı işçi daha məhsuldar işləyir? Təbii ki, profesional işçi. Daha çox bilgi və bacarığa sahib olan işçi. Dolayısıyla burada demək təməl məsələ həm də təhsil sistemi ilə bağlıdır. Görürsünüz, yəni iqtisadiyyatın önəmi və marağı buradadır. İlk baxışdan bizə neft sektorunun problemi kimi gələn problem sonda dərinə gəndə görürük ki, təhsil sistemimizin problemidir. İkinci bir məsələ infrastruktur məsələsidir. Hansı ki, biz hamımız etiraf edirik ki, bu istiqamətdə xeyli iş görülüb və indi də görülür. Üçüncü bir istiqamət isə innovasiyanın, yəni iqtisadiyyatımızda o elmi, texniki yeniliklərin tətbiqi səviyyəsinin az olmasıdır. Dolayısıyla bu üç fundamental amilin təsiri ilə, o cümlədən digər, mən deyərdim ki, texniki xarakterli amillərin təsiri ilə biz bu iqtisadiyyatımızın böyüməsində getdikcə azalan tendensiya müşahidə edirik. Buradan, bu vəziyyətdən çıxış yolu iqtisadiyyatımızı diversifikasiya elətdirməkdir, çeşidləndirməkdir və yəqin ki, bir qədər sonra ona toxunarıq.
Çox sağ olun. Həmkarlarımın fikirləri ilə razıyam. Hesab edirəm ki, artıq Azərbaycan iqtisadiyyatında bu yeni bir dövrün, yeni bir deyək ki, vəziyyətin yaranmasını da gətirib çıxarır və Azərbaycanda biz bunun müsbət tərəflərindən də bəhrələnə bilərik. Nəyə görə? Əvvəla neft hasilatı aşağı düşür. Deməli, bu o deməkdir ki, həm sənayedə, həm ümumdaxili məhsulda neft sektorunun payı azalır. Və bu, ümumi daxili məhsulun strukturuna, quruluşuna təsir göstərir. Ümumi daxili məhsulun strukturunda, quruluşunda müəyyən dəyişikliklər gedir. Yəni, bunun yalnız sektorlar üzrə quruluşunda demirəm, həm də onun deyək ki, investisiya, yığım və digər istiqamətlərdə də, komponentlərində dəyişikliklər baş verir. Əgər Azərbaycan hökuməti həqiqətən də burada qeyd olunduğu kimi dünyanın qabaqcıl texnologiyalarından, innovasiyalarından, digər sektorlar üzrə də onun paylaşmasına nail ola bilərsə, o halda Azərbaycanın daxili məhsulu deyək ki, 2-3 il bundan əvvəlkilə müqayisədə daha yaxşı struktura malik olacaq. Baxmayaraq ki, 2-3 il bundan əvvəl biz deməli, daxili məhsulda neftin payının daha çox olduğu bir dövrü yaşadıq. Çünki həm iqtisadi artımda əhəmiyyətli töhfəsi var idi, həm də daxili məhsulun formalaşmasında. İndi isə yeni bir imkanlar yaranır, deyək ki, tikinti sektorunun böyüməsi üçün, yeni imkanlar yaranır xidmət sektorunun böyüməsi üçün və mən sizə deyim ki, əksinə qalsa bu tikinti və xidmət sektorunun böyüməsi, əhalinin həyat səviyyəsi perspektivində də, iş yerlərinin açılması kontekstində də daha müsbət impulslara və imkanlara malikdir. Çünki neft sektoru ilə bağlı dəfələrlə danışmışıq. Ölkə iqtisadiyyatı həqiqətən də neftdən, neft gəlirlərindən və neftin ixracatından asılıdır. Bu büdcədə də görsənir, bu ixracatda da görsənir. Amma bu məşğulluqda görsənmir. Çünki neft sektoru böyük paya malik olsa da məşğulluqda çox cüzi, cəmisi 1,8%-lik paya malikdir. O baxımdan neft sektorunun kiçilməsi fonunda digər sektorların böyüməsi mənə elə gəlir ki, Azərbaycan iqtisadiyyatında yeni perspektivlər yaradır və bu perspektivləri dəyərləndirib. Biz Azərbaycan iqtisadiyyatının şaxələnməsi ilə bağlı, Azərbaycanda birlik əsaslı iqtisadiyyatın formalaşması ilə bağlı siyasəti həyata keçirə bilsək və eyni zamanda indi yeni bilirsiniz ki, imkanlar yaranıb yaşıl iqtisadiyyatla bağlı və hesab edirəm ki, həm ekoloji baxımdan, həm iqtisadi baxımdan, həm sosial baxımından biz müəyyən problemləri indi yaranmış vəziyyətdən çıxaraq həll eləmə imkanlarına malikik. Amma o halda ki, təbii ki, qeyri-neft iqtisadiyyatında həqiqətən də biz yeni texnologiyalar gətirək və bunu paylaşdıra bilək. Məsələn, bugün tikintidə çox gözəl bizim texnologiyalarımız var. Ən müasir texnologiyalar, ən bahalı maşınlar tikinti sektorundadır. Nəyi deyirsən, mexaniki qaydada həyata keçirə bilirlər. Və bu Eurovisionla bağlı da infrastrukturdakı gedən dəyişikliklərlə əlaqədar da ən yeni texnologiyalar Azərbaycana gəldi. Amma gəlin görək, kənd sərvatında texnologiyaların yeniləşməsi prosesi o səviyyədə gedirmi? Və yaxud da digər sektorlarda da ki, rabitədə müəyyən informasiya texnologiyaları gəlir. Amma rabitə ilə müqayisədə başqa bir sektoru götürsək, indi o sektorlarda da mən istəyərdim ki, məsələn, rabitədə və tikintidə olduğu kimi texnologiyaların əvəzlənməsi prosesini biz deyək ki, kənd sərvatında, kommunal təsərrüfatda, mənzil təsərrüfatında və digər sektorlarda da biz bunu eləyə bilsək, onda biz artıq ümumi daxili məhsulun daha yaxşı strukturu ilə ölkədə həm sosial vəziyyətin yaxşılaşdırmasına töhfə verə bilərik, həm də ki, hesab edirəm ki, ekoloji nöqteyi nəzərindən həm də ətraf mühitin qorunması və təbiətin mühafizəsi baxımından da insanların daha sağlam, ekoloji baxımdan təmiz qida məhsullarının təminatı baxımından da bizim imkanlarımız yarana bilər ki, və bu da bütövlükdə yenə deyirəm ki, həm iqtisadi siyasətdə yeni imkanlardan qaynaqlanır, həm də ki, yeni dövr üçün artıq belə deyək ki, biraz qlobal texnologiyalar bazarına çıxış imkanlarımızı genişləndirməklə daha yaxşı perspektivlər vəd eləyə bilər. Qeyri-neft ümumi daxili məhsulunun artım tempi kifayət qədər yüksəkdir. 9,4%. Nəyin hesabına? Bəli, buyurun. Tikinti və xidmətlərin hesabına, Qüvvət müəllim deyən kimi. Amma burada risk nədir? Risk ondan ibarət ki, birinci tikintidən başlayaq. Tikinti bumu nəyin hesabına baş verir? Birbaşa və dolayısıyla neft pulları hesabına yenə də.
büdcəmizin 40%-ə yaxını tikinti işlərinə yönəldilir. Ölkə üzrə bütün investisiyaların ötən il 60%-i tikinti işinə yönəldilib. Və biz də bilirik ki, investisiyaların böyük hissəsi daxili investisiyalar. Neft sektorundakı problemlər, gəlirlərin azalması ilə nəticələnsə, ya qiymətlərə görə, ya hasilata görə, bundan tikinti sektoru da zərərlə çıxacaq və bu birdən-birə azalacaq. Tikinti və xidmətlər sektoru hesabına qeyri-neft sektorunu inkişaf elətdirməyin üstünlükləri ilə yanaşı riskləri də var. Qısa ara verməliyik, hörmətli tamaşaçılar. Bizdən ayrılmayın, söhbətimiz davam edəcək. Hörmətli tamaşaçılar, müzakirəmiz davam edir. Kənan bəy, buyurun. Qısaca yekunlaşdırım. Həm də burada əsas məsələ ondan ibarətdir ki, həm tikinti, həm xidmətlər daxili bazara yönəlik sektorlardır. İqtisadiyyatda buna deyirlər tradables, non-tradables, yəni ticari qabiliyyəti olan sektorlar, ticari qabiliyyəti olmayan sektorlar. Bizə lazımdır bir qədər ixrac potensiallı sektorlara yönələk, bunlarla yanaşı. Həm də onu nəzərə alaraq ki, bugün Azərbaycanda qeyri-neft ixracının ümumi ixracda payı 5%-dən də azdır. Mən, yəni sizlə razıyam. Eyni zamanda mən üzr istəyirəm. Buyurun, buyurun. Amma siz davam edə bilərsiniz, amma mən istəyərdim ki, bax, biz qeyd edirik ki, qeyri-neft sektoru inkişaf etməlidir. Hökumətin siyasəti, deyək ki, aqrar sahədir, sənayedir, bura yönə. Nədən ibarət olmalıdır? Bax, bu siyasət, mən istəyərdim ki, ona da biz toxunaq, amma buyurun, siz də... Risklərin mövcudluğunu mən qəbul edirəm. Həqiqətən də neft sektorunun artımın azalmasının müəyyən risklər yaratması mümkündür və gözləniləndir. Amma bu riskləri aradan qaldırmaq yolları və imkanları da var. Əgər Azərbaycan iqtisadiyyatı açıq olarsa, Azərbaycanda ticarət, iqtisadiyyat bütövlükdə liberallaşarsa və eyni zamanda həm fiskal nöqteyi nəzərindən mərkəzsizləşdirmə siyasətləri gedərsə, o halda mən sizi inandırım ki, ölkədə biz istədiyimiz strukturda ümumdaxili məhsul da formalaşdıra biləcəyik və istədiyimiz milli iqtisadiyyatda qura biləcəyik. Məsələ nədən ibarətdir? Deyək ki, biz bu günləri siyasət yeridirik daha çox daxili investisiyalar hesabına olan ehtiyaclarımızı ödəməyə. Amma əslində Azərbaycan iqtisadiyyatına xarici investisiyalarına cəlb edilməsi potensialı çoxdur. Amma baxmayaraq buna 2011-ci ildə xarici investisiyalar 2010-cu illə müqayisədə aşağı düşübdür. Yəni bunun da hökumətin yanaşmasında əsas izahatı ondan ibarətdir ki, ölkənin maliyyə resursları çoxdur və biz özümüz deməli əsas kapitala yönəlmiş vəsait hesabına bu problemləri həll edə bilirik. Amma əslində xarici kapital, xarici investisiya deyəndə biz yalnız maliyyə resursları nəzərdə tutmuruq. Çünki xarici kapital eyni zamanda innovasiya deməkdir, eyni zamanda texnologiya deməkdir, eyni zamanda yeni biliklər deməkdir, yeni menecment deməkdir. Bu ölkəyə gəlməlidir və bunun ölkəyə gəlməsi üçün Azərbaycan iqtisadiyyatı açıq olmalıdır. Azərbaycan ticarəti liberal olmalıdır və bu ölkə yeni texnologiyaların, yeni patentlərin, know-howların gəlməsi bizə imkan verəcək ki, az bacarıq tələb edən məhsullar üzrə ixtisaslaşmadan orta və yuxarı bacarıq tələb edən məhsullar üzrə ixtisaslaşmaya keçək. Çünki biz indiki səviyyə ilə, indiki texnologiya ilə, təbii ki, mən razıyam ki, müəyyən texnoloji dəyişikliklər gedib, neft sektorunda, tikinti sektorunda, amma bu qeyri-neft sənaye sektorunda getməzsə, kənd sərvət sektorunda getməzsə, o halda bizim istehsal elədiyimiz az bacarıq tələb edən məhsullar üzrə biz nə regional bazarda, nə dünya bazarında rəqabətə davam gətirə bilməyəcəyik. Və bu rəqabət getdikcə daha da şiddətlənir. Ona görə də çox vacib məsələlərdən biri. Bayaq qeyd elədim ki, o informasiya texnologiyaları ilə, innovasiyalarla Azərbaycan iqtisadiyyatının belə deyək ki, bilik iqtisadiyyatı üzərində qurmaq və onun texnoloji yeniləşməsinə nail olmaq. Bunu da dövlət eləməli deyil. Bizdə indi çox şey dövlət eləyir. Dövlət su pulu yığır, dövlət qaz pulu yığır, dövlət deyək ki, işıq pulu yığır, dövlət eyni zamanda tikinti aparır, tikintinin smetasını təsdiq eləyir. Yəni çox müxtəlif çeşidli məsələlərlə dövlət məşğul olur. Dövlət zaman-zaman bunların liberallaşmasına getməlidir, bunların özəlləşdirməsinə getməlidir. Dövlət zaman-zaman Azərbaycan bazarına giriş bariyerlərinin aradan qaldırılması istiqamətində çalışmalıdır. İnzibati məhdudiyyətlər var. Bəziləri Azərbaycan malların xaricdə
Məsəlçuna daha Azərbaycan mallarının ölkədən çıxarılması üçün də inzibati məhdudiyyətlər var. Qanunvericinin tələbləri çox sərtdir. Məsələn, biz zaman bunu müzakirə eləmişik, Dünya Ticarət Təşkilatına qəbul olunmaq. Bu sadəcə olaraq hansısa bir beynəlxalq təşkilata qoşulmaq demək deyil. Dünya Ticarət Təşkilatına qəbul olunmaq üçün mütləq tələb olunur ki, qanunvericiliyimizi biz beynəlxalq standartlara uyğunlaşdıraq. Artıq gömrükdə, vergidə, onun administrasiyasında və eyni zamanda ticarətdə yeni qaydalar, yeni standartlar tətbiq olunmaya başlayacaq. Bütün bunlarla yanaşı bizim diskriminasiyasız həm öz malımızı ölkədən çıxartmaq, həm ölkəmiz daxilində başqa ölkələrin, başqa şirkətlərin malının hərəkətinə şərait yaratmaq imkanlarımız yaranacaq. Ədalətli məhkəmə müstəviləri, mübahisələri üçün imkanlar açılacaq. Yəni, bu imkanlardan bəhrələnəcəksə, o riskləri biz daha tez aradan götürə bilərik. Amma mən düşünürəm ki, bunun üçün çox, belə deyək ki, gözləməyə ehtiyac yoxdur. Azərbaycan iqtisadiyyatının nicatı Azərbaycan iqtisadiyyatının liberallaşmasındadır, iqtisadi azadlıqların verilməsindədir. Və bu məsələləri dövlət yox, bu məsələləri yalnız və yalnız kiçik və orta səviyyədə olan sahibkar həll edə bilər. Və bu problemlərin əksəriyyətinə onların töhfə vermə imkanları mən düşünürəm ki, dövlətin hətta böyük maliyyə resursları ilə mövcudluğu şəraitində də müqayisə etsək daha çoxdur. Biz əgər buna nail ola bilsək, son nəticədə həqiqətən də o yüksək artım templərlə indi düşüb kiçik artım templəri ilə yaşayırıq. Biz ondan çıxa bilərik və bizim üçün ən vacib məsələlərdən biri ondan ibarətdir ki, bu davamlı olsun artım. Yəni artım davamlı olmazsa, o halda artıq eniş yaranarsa o problem yaradacaq. Məsələn, ötən il 0,1% artım dedik. Cəmisi Azərbaycan iqtisadiyyatında real olaraq 40 milyon manat əlavə dəyər yaranıb bir il ərzində. Birisi çox cüzi bir məbləğdir, 40 milyon əlavə dəyər. Biz indi elə bir iqtisadi siyasət yürütməliyik ki, hər bir sektorda yeni əlavə dəyərlər yaransın. Mən razıyam, infrastruktura çox pul xərcləməklə son nəticədə infrastrukturda əlavə dəyər yaratmaq imkanları o zaman mümkün olacaq ki, biznes bu infrastrukturdan daha çox istifadə eləsin və öz xərclərini aşağı salsın və biznes əlavə dəyər yaratsın. Çünki o kommersiya layihələri deyil. Amma bu son nəticədə nəyə gətirib çıxarır? Bizim çox narahat edən bir göstərici var. Qeyri-neft büdcə kəsirinin qeyri-neft ümumdaxili məhsulda xüsusi çəkisi 44%-ə yaxınlaşıb 2011-ci ilin nəticələrinə görə. Yəni, bu o deməkdir ki, biz indiki halda əlavə dəyər yaratmaq neft sektorundan kənarda imkanlarımız çox məhduddur. Ona görə büdcə həmin əlavə dəyərdən də özü üçün lazım olan gəlirləri cəlb edə bilmir. Və büdcə də son nəticədə iqtisadiyyatda olduğu kimi neft gəlirlərindən asılı vəziyyətə düşür. Çox sağ olun, Qubad müəllim. Buyurun. Ümumiyyətlə, deməli, orta və kiçik sahibkarlığın inkişafı ilə bağlı paralel onun deməli, birgə olaraq həm də vətəndaş cəmiyyəti təşkilatları, vətəndaş cəmiyyəti deməli, vətəndaş cəmiyyətləri özləri də inkişaf olunmalıdır. Bizdə təəssüflər olsun, Qubad müəllimin maraqlı bir araşdırması var idi, tədqiqat etmişdi ki, Azərbaycan hal-hazırda ən aşağı göstəricilərə malikdir. Qeyri-hökumət təşkilatların sayı insanların sayı ilə müqayisədə. Bizdə təxminən 3 deməli insan 1000 nəfərə 4 təşkilat düşür. Avropa müqayisə etsə 50-60 təşkilatla çox böyük fərq edir. Bu da bütün bu amillər, vəziyyətlər insan faktoru ilə bağlıdır və orta təbəqənin yaradılması da bağlıdır. Yəni belə müstəqil təşkilatlar, qeyri-hökumət təşkilatları nə qədər çox olarsa, bir o qədər bu sektordan təkliflər, eyni zamanda oponentlik mümkün olar, güclü olar, alternativlik, dialoq məsələsi ortaya çıxar. Eyni zamanda orada bir industriyadır da, o da bir sənayedir. Məsələn, biz Amerikaya diqqət getirsək, görürük ki, o sosial-ictimai xidmətlərin böyük bir hissəsini qeyri-hökumət təşkilatları həyata keçirir. Bəli, tibbi, təhsil və digər istiqamətlərdə qeyri-hökumət təşkilatlarının ictimai faydalı institut kimi daha az xərc ilə, daha səmərəli işlər görmə imkanları var. Burada Kənan müəllim qeyd elədi.
çox ciddi məsələlərdən biri də eyni zamanda təhsil məsələsidir. İqtisadiyyat üçün çox vacib göstəricilərdən biridir. Amma mən yenə o qədər də yəni bu proseslərdə pessimist deyiləm. Çünki biz indi Avropaya doğru istiqamət götürmüşük. Bilirsiniz ki, Avropada bir Maastricht belə konvensiyası var və həmin konvensiya üzrə ölkələrin iqtisadiyyatı qiymətləndirilir. Orada əsasən deməli 3 göstərici, birinci göstərici demək büdcənin kəsirinin ümumdaxili məhsulla xüsusi çəkisi, ikinci göstərici deməli dövlət borclarının ümumdaxili məhsulda xüsusi çəkisi, üçüncü göstərici isə deməli bütövlükdə ölkədə təbii ki, iqtisadi artım və bununla əlaqədar göstəricilərdir. Amma məsələn biz baxsaq əvvəlki 2 göstərici büdcə kəsirinin ümumdaxili məhsulda xüsusi çəkisi və eyni zamanda borcların ümumdaxili məhsulda xüsusi çəkisinə görə məsələn qonşu Ermənistan və Gürcüstanla müqayisədə kifayət qədər yaxşı mövqedəyik və onların qoyduğu birində 3%-dir, büdcə kəsiri əgər 3%-dən aşağıdırsa, ikincidə isə borclar əgər ümumdaxili məhsulda 40%-dən aşağıdırsa, onda normal hesab olunur. Amma bizdə bilirsiniz ki, 1,3% büdcə kəsiri proqnozlaşdırılır və eyni zamanda xarici borclarımızın ümumdaxili məhsul xüsusi çəkisi 8,2%-dir. Yəni bu baxımdan da qiymətləndirmə aparmaq mümkündür ki, hər halda belə deyək ki, o istiqamətlərdə ciddi çətinliklərimiz yoxdur. Qeyd etmək istədim ki, bu sahibkarlığın və vətəndaş cəmiyyət təşkilatlarının inkişafı bu orta təbəqənin yaradılması və onun möhkəmlənməsinə nəticələnsə, bu daha deməli iqtisadi təhlükəsizlik baxımından dövlətin inkişafında çox böyük vacib məyarlardan biridir. Ona görə də bu bizim araşdırmalarımızda bu makroiqtisadiyyatla bağlı büdcə sahəsində olan araşdırmalarda ola bilsin hansısa bir son nəticədə əsaslardan, səbəblərdən biri bu götürülür ki, bu orta təbəqənin inkişafı. Bizdə o çox az sayılır, deyir ki, çox varlılarla və yoxsulluğun arasında olan hansısa təbəqə çox az bir sayda az bir göstəricilərlə nümayiş oluna bilər. İnkişaf olunan ölkələrlə müqayisədə bu göstərici çox zəifdir. O baxımdan düşünürəm ki, bu istiqamətdə də bizim diqqətimiz ayrılmalıdır. Bu sahədə də biz çox işləməliyik. Bir də mən o makroiqtisadi risklər məsələsinə toxunum. Doğrudan da ötən il bilirsiniz ki, bizim büdcəmiz bir profisit dediyimiz elə bilin ki, gəlirlərin xərclərdən daha çox olması yekunda belə bir balans oldu, müsbət balans oldu. Amma digər Cənubi Qafqaz ölkələrinin büdcəsi bilirik ki, defisitlidir. Ancaq məsələ ondadır ki, bizim profisit belə deyək də birdən-birə gəlirlərin gözləniləndən daha artıq daxil olmasına görə olsaydı, mən bundan razılaşardım. Deyək ki, xüsusən qeyri-neft sektorundan proqnozlaşdırılandan daha artıq gəlir daxil olub, buna görə profisit yaransaydı, mən onunla razılaşardım. Bizdə profisit ona görə yarandı ki, xərclər icra olunmadı. Xərclər cəmi 96% icra olunmuşdu. Dolayısıyla biz bilirik ki, büdcə defisitinin özünün də iqtisadiyyatı stimullaşdırıcı təsiri var. Ən azından hökuməti vadar edir, alternativ gəlir mənbələri axtarsın. Burada isə söhbət maliyyə intizamındakı problemlərdən gedir. 2011-ci ilin yekunlarına da Nazirlər Kabinetinin geniş təşkil icrasında dövlət başçısı bunu qeyd etdi və bir neçə dəfə qeyd etdi ki, yəni bu maliyyə intizamı ilə bağlı məsələlər öz qaydasında olmalıdır. Dolayısıyla bir tərəfdə daha çox pul olub maliyyə intizamının olmamağı mən daha riskli sayıram, nəinki vəsait çatışmazlığı ucbatından təbii olaraq büdcəni defisitlə qapatmağın. Borclarla bağlı Qüvat müəllim dediyi kimi ciddi bir... Kənan bəy, siz bu profitlə əlaqəli qeyd etdiniz ki, gəlirlərin demək xərclərdən çox olması və bu da xərclər üzrə planların deyək ki, belə deyək də sadə dildə yerinə yetirilməməsi. Nə ilə əlaqəlidir? Bax, bu struktur burada nədən ibarətdir? Niyə o 96 tam onda nə qədərsə və 3 tam deyək ki, xərclənməyib. Bu struktur bir təhlil olunub konkret olaraq səbəblər niyə? Çünki istənilən sektorda ehtiyaclar, maliyyə vəsaitinə olan ehtiyac imkanlardan daha böyükdür. Bəs niyə axıra 100% biz onu ödəyə bilmirik? Deyək ki, Milli Büdcə Qrupu bütün bu kimi maraqlı məsələlərdə olduğu üçün bu məsələni də ayrıca araşdıracaq. Sadəcə olaraq 2011-ci ilin yekunlarla bağlı hələlik hökumətin parlament hesabatı olunub. Ancaq həmin o Nazirlər Kabinetinin yekun iclasında bu məsələyə toxunarkən bəzi bölmələr üzrə konkret göstərilmişdi ki, bir sıra istiqamətlərdə xərclər icra olunmayıb və büdcədə
büdcədə qalıb. Ondan sonra daha əvvəlki iclasda alternativ enerji ilə bağlı ayrılan xərclərin deyək ki, xərclənməməsi və qalması məsələsi özünü göstərdi. Daha əvvəlki illərdə biz özümüz səhiyyə xərclərinin tam icra olunmaması ilə bağlı demək məsələləri araşdırmışdıq və ortaya qoymuşduq. Burada bir neçə məsələ var. Həm büdcənin proqnozlaşdırılmasında və planlaşdırılmasındakı demək boşluqlarla da bağlı məsələlər var. Həm reallıqda büdcənin o icrası prosesində baş verən bir sıra maraqlı məsələlər var ki, bu birbaşa olaraq burada biz qeyri-iqtisadi motivlər də görürük ki, nəyə görə hansısa istiqamətdə vəsaitlər xərclənməmiş qalır. Ancaq bunların hamısını ümumiləşdirəndə bu bir maliyyə intizamı problemidir və bu formada qeyd olunmalıdır. Və iki daha doğrusu riskli məqama da toxunum, hansı ki, Azərbaycanın qeyri-neft ixracını əngəlləyir və burada risklər yaradır. Bunların biri manatın bahalaşmasıdır, digəri isə inflyasiyadır. Siz ona işarə edirsiniz ki, pul siyasəti biraz fərqli mi olmalıdır? Pul siyasəti, pul kredit siyasəti, hansı ki biz ona deyirik monetar siyasət, büdcə vergi siyasəti ilə, yəni fiskal siyasətlə koordinasiyalı olmalıdır. Bu nə deməkdir? Bu deməkdir ki, əgər Mərkəzi Bank qarşısına monetar siyasətdə məqsəd qoyubsa ki, biz inflyasiyanı cilovlamağa çalışmalıyıq, fiskal siyasət də buna harmoniyalı şəkildə yürüdülməlidir və dövrəyə daha artıq pul kütləsi ilə dövrəyə yüklənməməlidir. Yəni, ümumi olaraq mənzərə bundan ibarətdir. Azərbaycanda isə hər il, bunun obyektiv təbii ki tərəfi də var, məşhur iqtisadiyyatda bir Holland sindromu deyilən bir sindromdur. Yəni, neft, qaz ölkələri xam malı satır dollarla, böyük dollar axını olur daxili iqtisadiyyata və milli valyuta vahidi. Yəni, əgər onun qarşısını almırsansa, manat, istənilən halda qarşısını alsanız da almasanız da yerli valyutanın bahalaşmasına doğru təzyiqlər artır. Və buna görə də mərkəzi banklar maliyyə bazarlarına müdaxilə edib, orada artıq dolları almaqla bir qədər çalışırlar ki, burada bir sterilizasiya eləsinlər. Azərbaycan Mərkəzi Bankının ötən il valyuta bazarına müdaxiləsi 4 milyard dollardan artıq olub. Ancaq buna rəğmən belə yenə də ilin sonunda manat dollara qarşı 1,5% bahalaşmışdı. Bu bir faktordur, yəni istənilən halda valyutanın bahalaşması həmin ölkənin mallarını xarici bazarda daha bahalı edir. Eyni zamanda inflyasiya məsələsi, bu da istənilən halda malların, ixrac olunan malların maya dəyərinə birbaşa təsir edir. Xüsusilə də mən qeyd eləmək istəyirəm ki, ərzaq inflyasiyası və ərzaq inflyasiyası Azərbaycanda yalnız ixracatla bağlı deyil, həm də əhalinin sosial vəziyyəti ilə bağlı ciddi çətinliklər yaradır. Çünki Sabit bəy, siz çıxışınızın əvvəlində də qeyd elədiniz ki, bizdə teorikdə götürəndə 7,9% rəsmi statistik məlumatlara görə istehlak qiymətləri indeksi 2011-ci ildə qeydə alınıbdır, amma əhalinin orta aylıq əmək haqqısı isə təbii ki, işləyənlərdən söhbət gedir, 8,3% artıb. Əslində belə böyük fərq yoxdur. Amma bizim bütün bunlarla yanaşı bilirsiniz ki, alternativ hesablamalarımız var inflyasiya ilə əlaqədar və bizim alternativ hesablamalarımız göstərir ki, ötən illərə Azərbaycanda inflyasiya 11,2% qeydə alınıbdır. Və bu göstəricini biz orta aylıq əmək haqqının artım tempi ilə müqayisə eləyəndə görəcəyik ki, orta aylıq əmək haqqının artım tempi inflyasiyanın artım tempindən aşağıdır. Bu göstəricini biz demək Beynəlxalq Valyuta Fondunun hesablamalarla da müqayisə edə bilərik. Beynəlxalq Valyuta Fondunun hesablamalarında inflyasiya 10,2%-dir 2011-ci ilin yekunlarına görə. Və bu deməkdir ki, Azərbaycanda ortalıq əmək haqqının artım tempi əvvəlki illərdə baxmayaraq ki, inflyasiyanın artım tempini qabaqlayırdı, amma 2011-ci ildə inflyasiyanın artım tempindən geri qalıbdır. Və bu daha çox əlaqəlidir. Qubad bəy, mən bilirəm ki, sizin hesablamalarınız demək olar ki, elə o rəsmi metodologiyaya əsaslanır, statistika komitəsinin. Yəni bu fərq necə əmələ gəlir? Yəni mən təbii ki, mənim üçün zəmbil eyni zəmbildir, eyni səbət götürürük. 585 adda mal və xidməti biz öz sorğularımıza cəlb edirik. Eyni regionlarda işləyirik. Eyni formulla hesablayırıq, amma nəticələr fərqli olur və mənə elə gəlir ki, oradakı, yəni söhbət rəsmi prizmadan təqdim olunan nəticələrdə müəyyən mənada dövlətin siyasəti və müəyyən siyasi məqsədləri nəzərə alınır və o nəticələr təhrif olunur. Çünki başqa cür mümkün deyil. Bizim
bizim heç bir marağımız yoxdur. Müstəqil bir institutdur və bu təşkilat artıq 5 ildir kifayət qədər böyük təcrübə ilə və böyük demək informasiya bazası ilə bu işi mükəmməl şəkildə həyata keçirir. Və digər hesablamalarda, yalnız biz hesablamırıq, digər hesablamalar da göstərir ki, bizim göstəricilərimiz bəli, daha çox reallığa yaxındır. Eyni zamanda mən bildiyim qədər bəzi deməli iqtisadi instansiyalarda da, o cümlədən Mərkəz Bankda, o cümlədən də ki, Nazirlər Kabinetində müvafiq hesablamalar aparılır. Bu hesablamaların nəticələri ilə də biz azdan çoxdan tanışıq və o nəticələr də bizim nəticələrin daha gerçək olduğunu deməyə əsas verir. Nazirlər Kabinetinin hesablamaları səhv etmirəmsə biraz səbəti. Əslində Nazirlər Kabinetinin əvvəl apardığı, indi mən bilmirəm onu davam etdirir yoxsa yox, 100 adda məhsul və xidmət üçün deməli ərzaq səbəti əsasında bizim apardığımız faktik olaraq o səbət gərginliyi daha yaxşı göstərir. Bəli, daha düzgündür. Çünki bugün Azərbaycan vətəndaşının menüsündə 100 adda ən yaxşı halda məhsul və xidmətdən söhbət gedə bilər. Təbii ki, 585 adda məhsul və xidmətin daxil olduğu səbət əsasında inflyasiyanın hesablanması bugünkü deməli reallıqda yalnız bir qrupun inflyasiyasının səviyyəsini xarakterizə edə bilər. Əgər orta Azərbaycanın inflyasiyasını hesablamaq istəyiriksə, biz onda onların ən çox istifadə elədiyi məhsul və xidmətlər üzrə səbətimizi ilk növbədə təkmilləşdirməliyik. Mən sizə deyim ki, həmin səbət də 2005-ci ildə hazırlanıbdır. Əslində qanun tələb edir ki, o səbətdə yeniləşmə geçsin. Çünki bizim 2005-ci ildəki tələbatlarımızla 2012-ci ildəki tələbatlarımız arasında çox böyük fərq var. Və o baxımdan o səbətdə artım, azalma, illər üzrə dəyişikliklər baş verməlidir, amma təəssüflər olsun ki, o dəyişikliklər aparılmır. Və eyni zamanda yalnız o səbətlə bağlı deyil. Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə Azərbaycanda minimum yaşayış dəyərinin müəyyənləşdirilməsi üçün normalar təyin olunubdur. Və həmin normalar əsasında da bizim öz qiymətlərimiz ilə Azərbaycanda yaşayış minimum dəyərini hesablayırıq. Məlum olur ki, rəsmi yaşayış minimum dəyəri ilə bunun arasında kifayət qədər böyük fərq var. Əvvəla onu demək istəyirəm ki, ölkədə bir dəfə yaşayış minimum dəyərini hesablamaq düzgün deyil. Biz ildə bir dəfə elan edirik ki, əmək qabiliyyətli əhali üçün yaşayış minimum dəyəri bu qədərdir, pensiyaçılar üçün o qədərdir, uşaqlar üçün demək bu qədərdir. Və bu məbləğ də kifayət qədər aşağı göstərilir. Və bu regionlar üzrə fərqli məbləğ ola bilər. Bu mümkün deyil ki, Bakıdakı əmək qabiliyyətli əhalinin yaşayış minimum dəyəri ilə regiondakının dəyəri eyni olsun. Ona görə mən düşünürəm ki, həm bunu müntəzəm olaraq hesablamaq lazımdır, həm də hesab edirəm ki, bunu regionlar üzrə hesablamasını aparıb, müxtəlif rəqəmlər, indikatorlar ortalığa qoymaq lazımdır ki, son nəticədə biz qiymətləndirmə aparanda real vəziyyəti daha yaxşı təqdim eləyə bilək. O baxımdan, məsələn, mənim əlimdə Beynəlxalq Valyuta Fondunun sənədləri var. Beynəlxalq Valyuta Fondu da təklif edir ki, müəyyən mənada burada islahatlar getməlidir, xüsusilə də struktur islahatlar getməlidir və eyni zamanda müəyyən sosial proqramlar da tətbiq olunmalıdır. İndi bizim müqayisəli cədvəlimiz var. Azərbaycanda ünvanlı sosial yardım ona ehtiyacı olanların cəmisi 63%-ni təmin eləyir, əhatə eləyir bəli. Amma deyək ki, Braziliyada bu 70%-dir, Ukraynada bu 75%-dir, Rumuniyada 80%-dir. Təbii ki, 100% təmin eləmək mümkün deyil, amma burada imkanlarımız var ki, həqiqətən ehtiyacı olanlara ünvanlı şəkildə biz bu yardımları çoxaldaq. Qonşu ölkələr üzrə yoxdur rəqəmlər? Qonşu ölkələrdən Ermənistanda bu göstərici bizdən aşağıdır, 50%-dir və eyni zamanda Türkiyədə də hətta bu göstərici bizdən müqayisədə aşağıdır. Türkiyə və Gürcüstanda 58 və 60%-dir. Bizə yaxın olan göstəricilərdir. Türkiyə nümunəsində o ehtiyac meyarı ki, biz müəyyən eləmişik, orada ehtiyac meyarı yaşayış minimumundan eynidir. Bizdə ehtiyac meyarı yaşayış minimumundan da aşağıdır. Tamamilə razıyam ki, biz yaşayış minimumunun özünü də aşağı götürürük. Ehtiyac meyarını da yaşayış minimumunun dəyərindən aşağı götürürük. O baxımdan son nəticədə bu ehtiyacların nə dərəcədə əhatə olunması ilə də bağlı müqayisəyə gələn rəqəmlərə belə qeydlər eləmək mümkündür. Amma mənim üçün Azərbaycan iqtisadiyyatında inkişaf potensialını bir vacib istiqamətdə də görürəm. Məsələn, bu şəffaflığın artırılması və korrupsiya qarşı mübarizədir. Çünki ölkədə bu yaxınlarda da Nazirlər Kabineti müşavirəsində də qeyd olundu. Geniş mənada pul kütləsinin tərkibinə baxsaq, görəcəyik ki, banklardan, kənarda kifayət qədər böyük pul dövriyyəsi var. Və eyni zamanda ən pis ondan ibarətdir ki, ölkədə nağdsız əməliyyatların səviyyəsi bizim gözlədiyimiz qədər inkişaf eləmir
və əsas əməliyyatlar və daha çox belə deyək ki, nağd şəkildə ödəmələr geniş yayılmışdır. Və bu gizli iqtisadiyyatın da legallaşdırılması istiqamətində bizim potensialımızın olduğunu deməyə əsas verir. Bu qeyri-nağd ödənişlərin amma qeyd edə bilərik də son 1-2 ildə doğrudan da artması müşahidə olunur. Yəni postterminalların artması. Xüsusən Eurovision ərəfəsində kütləviləşdi postterminallar. Kütləviləşdi postterminallar məsələsi. 30 min postterminal quraşdırılıbdır və bu da deməli Bakı şəhərini, onun da 93% Bakı şəhərindədir. Bəli. 30 min postterminal. Bunlar yaxşı işlərdir və çox yaxşı olar ki, davamlı işlər olsun. Və bu işin davam olması da yalnız onu quraşdıranlardan və ticarət şəbəkələrdən, servis xidməti göstərənlərdən asılı deyil, həm də vətəndaşlardan asılıdır. Vətəndaşlar da öz ödənişlərini çalışmalıdır ki, daha çox qeyri-nağd şəklində həyata keçirsin. Çox sağ olun Qubad müəllim. Mən sizdən xahiş etmək istərdim ki, son söz olaraq nəsə demək istəyirsinizsə, necə deyim, bir tövsiyə olaraq çox qısa şəkildə buyurun. Kənan bəy, Azərbaycan hökuməti rəsmən 2020-ci ilə qədər ölkədə milli gəliri 2 dəfə artırmağı bir deklarativ olaraq elan edib. Bunun üçün Azərbaycan iqtisadiyyatının toparlanması və ildə orta hesabla 7-8%lik davamlı iqtisadi artıma nail olması şərtdir. Azərbaycan 2020 strategiyasını qəbul edir, hal-hazırda müzakirədədir. Mən çox arzulayardım ki, Azərbaycan hökuməti bu sənədin müzakirəsində bizim burada forumda səsləndirdiyimiz fikirləri və eyni zamanda təqdim etdiyimiz tövsiyələri, təklifləri də nəzərə alsın. Çünki bu bütövlükdə bizim hər birimiz üçün vacib olan və bizim gələcəyimizi müəyyənləşdirən bir sənəd olacaq. Çox sağ olun Qubad müəllim. Qalib müəllim, bir söz. Bəli, Qubad müəllimin sözünü davam olaraq və bundan qabaqki verilişə davam olaraq qeyd etmək istərdim ki, bütün vacib məsələlərə nail olmaq üçün dövlətdə, millətimiz üçün biz birgə işləməliyik. Həm hökumət nümayəndələri, həm qeyri-hökumət təşkilatlar nümayəndələri öz tərəfindən milli büdcə qrupunu nəzərə alaraq demək istəyərdim. Və ümid edirəm ki, bu birgə fəaliyyətimiz eyni meyarlara, eyni məqsədlərə qulluq edir. Çox sağ olun Qalib müəllim. Hörmətli forum iştirakçıları, mən hamınıza təşəkkürümüzü bildirirəm və eyni zamanda bu verilişin sponsoru olan Açıq Cəmiyyət İnstitutuna da təşəkkürümüzü bildiririk. Və son olaraq, hörmətli tamaşaçılar, gördüyümüz kimi artıq biz deyəsən bu neft amilini hiss etməyə başlayırıq. Makroiqtisadi göstəricilərdə bu artıq özünü biruzə verir. Yəni hələ ki biz, yəni təkrar olaraq deyə bilərəm ki, makroiqtisadi göstəricilərimizdə əsas göstərici olan ÜDM-də vəziyyət arzu olunan səviyyədə deyil. Digər göstəricilər hələ ki kifayət qədər yaxşı səviyyədədir. Amma biz ona çalışmalıyıq ki, bu neft amili getdikcə daha az rol oynasın. Rəqabətli iqtisadiyyatı biz yarada bilək, rəqabətli insanı yetişdirə bilək. Bu əsas amillərdir, bu əsas məqsədlərdir. Bizim qarşımızda duran və ümid edək ki, biz hamımız buna doğru əlimizdən gələni edəcəyik və xüsusi olaraq burada verilişin sonunda qeyd olunan 2020-ci il üçün hazırlanan strategiyada, milli strategiyada bütün burada qeyd olunan məsələlər ümid edək ki, öz əksini tapacaq, nəzərə alınacaq. Yeni görüşlərə qədər sağ olun.